Her vaxtınız xeyir, değerli izleyiciler. Allah'ın salamı olsun her birinizin üzerine. Bugün iyun ayının 6'sı 2026. il işlediğimiz artık 3-cü ildir bu bağda biz budama aparmışıq ve bu bağdaki bütün işleri hayata keçiririk. Yay fındığının çəkilişini sizə təqdim edəcəyik ve burada da əsas məqsədimiz odur ki, bundan önceki videoda bir çox izleyicilerimiz biraz şüphe ilə yanaşdı. O da təbiidir, ola bilər. Dedi ki, yani artık bu zamanda fındıqlar bu səviyyəyə gəlib çatdı. Bəli, dəyərli izləyicilər. Zaqatalada 94 növ fındıq var. Bundan bir 30 növü yay fındığıdır. Qalan 30 növü bizim atababa kimi tanıdığımız payız fındığıyla yay fındığının ortasında yetişəndir. Qalan bir 34 növ də atababa ilə birlikdə yetişən növlərimizdir. Yenə də bildirdiyim kimi yay fındığının bizdə düzdür. Buna müxtəlif adlar deyirik. Siryoşka var, çerkez var. Ve birçok, yine dedim 30 növ yay fındığı var. Bunun içinde irisi var, xırdası var, yağlısı var. Yani birçok izleyicilerimiz diyor ki, benim bağımda var çok xırdadır. Yok değerli izleyiciler, xırdası da var, irisi de var. Yani 30 növdür. Yani birçok adamlar biraz şüpheyle yanaştı. Ona göre bugün bu çəkilişi elədik. Çünkü bundan evvelki videoda yine dedim bir balaca bakın değerli izleyiciler, çok güzel artık normal bir fındık var. Ve biz bu fındıkları indi yavaş yavaş gelsin başımız çəkilişe. Biz bu fındıkları necə əldə elədik? Nə gübrə, nə su, nə peyin, nə dərmandan istifadə eləmədən. Yəni biz hər zaman vurğuluyuruq. Düzdür, bir çox insanlar video qoyur və bildirir ki, mən falan dərmanı vurdum, falan gübrəni verdim, falan elədim, falan elədim. Dəyərli izləyicilər, heç birindən istifadə eləmədik. Düzgün doğru budama, pöhrəni aldıq 2 il aktif olarak ve bu yıl 3-cü il pöhrəni saxladıq. Nəyə görə? Yeni budaqlar ve daha da çevrəsini böyüdərək fındığımızın bağımızda daha çok budaq, ancaq çevrəni böyüdərək. Yenə deyirəm, gübrə, su, peyindən biz istifadə eləmirik. Və yaxud da dərmanla. Baxın dəlizə, bu yay fındığının bir başka növüdür. Gördüğünüz kimi çok güzel, iri bir növüdür. Özü de bu növün üstü xüsusiyyətlərindən biri de odur ki, bunu başka gəmiricilər yemir. Yani bazı növlərimizdə bildiyimiz kimi gəmiricilər yiyir. Düzdür, onların da payı var. Onlar da yaxşı yiyir. Düzdür, indi bir çox insanlar biraz tərəddüd edir. Yani ona göre bu növümüzdə baxın, bax biz sizə bir növdə göstərəcəyik. Orada da gəmiricilər o növü yemir. Bax əvvəl göstərdiyimiz növə biraz meyillidirlər, düzdür. Meşə zolağına yaxın bağlarda, baxın burada dəyərli izləyicilər, meşə zolağına yaxın bağlarda gəmiricilər onu yiyir. Yunus yiyir və yaxud da mişol yiyir. Və burada bir növümüz də var, baxın. Onu da sizə təqdim edeyim. Yay fındığının artıq atababada da vəziyyəti yoxdur, normaldır. Yavaş-yavaş gördüyünüz kimi baxın atababada da fındıqlarımız necə lazımdır. Baxın mən sizə yenə deyirəm, bax gübrə, su, peyin, dərmandan istifadə etmədən. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir balaca yerdə 10 dənə gəzəyimiz var. Hələ düzdür, xırdadır. Baxın atababa hələ yeni doğan burada. Qardaşımız çəksin. Bəy çəksin. Baxın yeni doğmuş. Demək olar ki, ayın 15-nə 20-sinə konkret olaraq baxın dəyərli izləyicilər. Konkret olaraq biləsinik ki, baxın bura atababadır. Görürsünüz ki, çox gözəl, normal. Nə elədik? Yenə deyirəm. Gübrə, su, peyin, dərman yox. Düzgün budama ve pöhrən alımı ilə artıq torpağın və bitkinin enerjisinin boşa getməsinin qarşısını aldı. Və burada gəlin, yenə bir növümüzü də sizə tanış edirəm. Bu da çox gözəl növdür. Gördüyünüz kimi artıq bu da irilənməyə başlayır. Bu da çox maraqlıdır. Bunu da zərərvericilər tələf eləmir. Və çox gözəl. Bura gəlsin qardaşım, burada daha gözəl çıxacaqdır. Bax, çox gözəl. Gördüyünüz kimi bu da yay fındığıdır. Bax, ben sizə artıq 3 növlə tanış elədim. Və beləliklə, yenə deyərəm, 30'a yaxın növümüz mövcuddur yay fındığından. Burada da var. Yenə gəlsin. Təbriklər. Gördüyünüz kimi dəyərli izləyicilər. Yenə deyirəm, iyun ayının 6'sı 2026. il işlədiyimiz bağlardan. Allah bərəkət versin. Hər kəsin süfrəsində belə gözəl məhsul olsun inşallah. Əlavə şərhlərdə bildirin fikirlərinizi. Çox sağ olun, var olun.